Data science, machine learning, AI-da tətbiqi riyaziyyat bu qədər vacibdir. Ümumiyyətlə biz bunlar hamısı science-dır, düzdürmü? Elmdir də. Elm. Riyaziyyətsız elm yoxdur. Bu birinci, belə başlayardım. İkinci, xüsusilə data üzrə olan elm, yəni daha qabaqcıl riyaziyyat tələb edir. Düzdürmü? Çünki bu digital infrastrukturada olan datadan gedir söhbət. İki, məncə istənilən biraz başını işlədən insan, heç belə informasiyası olmasa belə, süni intellekt deyəndə və yaxud da ki, süni intellektlə bağlı texnologiyalardan danışanda, istər-istəməz ağlından burada bir riyaziyyatı, proqramlaşdırmanı, texnologiyanı, dərin texnologiyanı ağlından keçirir. İntuitiv olaraq. Yəni adın özü, o istiqamətin adı özü sənə bu şeyi hardasa bildiriş verir ki, burada mütləq tətbiqi riyaziyyat, yəni riyaziyyat deyilən bir şey var. Düzdürmü? İkincisi, mən belə bir sübut deyim. Bu həqiqətən də sübutdur. Kim istəsə özü araşdırıb baxsın. Süni intellektə çatanda neyron şəbəkələrdən getmir söhbət. Süni intellektin nüvəsi, aksioması neyron şəbəkədir, düzdürmü? İstənilən insan neyron şəbəkə barəsində açıb sadəcə bir dənə yüngülcə Google eləsin, görəcək ki, nə qədər tətbiqi riyaziyyat var orada. Neyron şəbəkənin düzgün informasiyanı götürüb informasiya üzrə öyrənməsi, onun optimallaşdırması, orada statistika, ehtimal nəzəriyyəsi, kombinatorika, diferensial tənliklər, nə bilim, nə qədər istəsən var orada. Düzdürmü? Information theory çoxdur elementləri, riyaziyyatın elementləri çoxdur orada. İkinci isə birbaşa qabaqcıl alqoritmlər də olar. Neyron şəbəkə özü bir qraf alqoritmidir. Bu qabaqcıl data struktura modelidir və qabaqcıl qraf alqoritmləridir orada. Yəni nəinki riyaziyyat və qabaqcıl proqramlaşdırma tələb edir. Sənin bəs bu riyaziyyat dediyin biraz məni qorxudur. Yəqin ki, bu dəqiqə bizə baxanlar da artıq qorxurlar ki, burada çünki bizim hamımızın riyaziyyat travmamız var da. Bəli. Hamı deyir ki, o ayda mən nə qədər əzbərləməliyəm. Mən nə qədər şey bilməliyəm, nə qədər vaxt lazımdır. Artıq o suallar beyində fırlanır ki, bacararamı mən bunu? Belə deyim, riyaziyyatdan senior software injinerlər də qorxur, ətrafımda olan çox belə güclü mühəndislər də qorxur. Bunun qorxunun bir nömrəli səbəbi məktəbdə olan əzbərçi və universitetdə olan əzbərçi riyaziyyatdan olan tədris olub. Məsələn, öz təcrübəmdə görürəm, 4-5 deyirəm tələbələrim qorxmur, X deyirəm tələbələrim qorxur. Bu məktəbdən gələn travmadır, düzdürmü? Reallıqda hələ ən yaxşı riyaziyyat kimlərdə alınır? Hələ proqramçılarda alınır ən yaxşı riyaziyyat. Sadəcə ondan xəbərdar deyirlər. Riyaziyyat deyəndə onlar nəsə əzbərlənmiş simvollar, formulalar belə başa düşürlər də, o da onları qorxudur. Və bunun bir nömrəli səbəbi də əzbərçi riyaziyyatdır. Əzbərçi riyaziyyat nədir? Məsələn, test eləmək əzbərçi riyaziyyatdır. Blank testləri eləmək bu əzbərçi riyaziyyatdır. Bir-iki dənə algebraik manipulyasiyanı öyrəndə heç bilmirsən niyə o manipulyasiya var, niyə o manipulyasiyalar gəlib. Heç nəyə dərindən başa düşmür. Ümumiyyətlə heç nəyə başa düşmürsən orada. Sadəcə onlarla blank testdə biraz məntiqini istifadə edirsən, elə bilirsən ki, o riyaziyyatdır. Halbuki riyaziyyatın r-sı da yoxdur orada. Və bu krizisi nəyə görə hiss eləmirik? Çünki biz burada riyaziyyat dediyimiz şeyi ancaq imtahan keçmək üçün istifadə edirik. Amma sən nə vaxt ki, real sənayeyə gəlirsən, hansı ki, vaxtı ki, mənim başıma gəlmişdi təzə maraqlananda, Super Mario oyunu yazırdım, simulyasiya eləmək istədim. İstədim ki, Super Mario buradan bura tullansın. Dedim ki, bunu necə tullanmağın simulyasiya edeyim, bunun trayektoriyası, bunun gravitasiyası, nətər kompüterə başa salım. Və sən onun üçün hardan əzbərçi riyazi formula tapacaqsan. Deməli, o formulanı sıfırdan özün qurmağı bacarmalısan. Onu sıfırdan qurmağı bacarmaq üçün sən hər şeyi başa düşməlisən. Və yaxud da adi nümunə deyim, kim ki computer science oxuyur, hələ bilər ki, o da riyaziyyatı bilir burada, səhv söhbətdir, kim ki tətbiqi riyaziyyatı, yəni daha qabaqcıl əzbərçisən, başa düşdüm. Amma belə bir şey deyim, adi bir sual verirəm. Məktəb riyaziyyatından sıfıra bölmək olmaz deyirlər. Kimə sual vermişəm ki, niyə olmaz? Deyirlər, olmaz da. Heç kim mənə məntiqi izah gətirə bilmir. Kimsə hardasa məntiqi izah gətirə bilirsə də, məntiq isbatı
sübut gətirə bilmir. Yəni primitiv isbat eləmək bacarıqları yoxdur belə. İndi bir sual verim istəyirəm sənə. Bu dedin də sən əsas core point-i məncə dedin. İndiki ML AI data science tələbələrimizdən riyaziyyat hissəsini bitirənə qədər əsas gözləntin nədir? Əsas gözləntim onlar nəyi bacarmalıdırlar? Deyim nəyi bacarmalıdırlar. Əsas gözləntim nədir? Mən onların qabağına robotun əlini gətirəndə, deyəndə ki, bu robotun əli necə tərpənməlidir, bunun riyazi modelini yazasan, hansı ki, tətbiqi riyaziyyatda lazım deyil, ona məktəb riyaziyyatı bəsdir. Onlar ağzını açıb dayanmasın ki, bu nədir? Onun üçün trigonometriya, tənliklər sisteminin dərindən başa düşüb qurmaq bəsdir ki, bu modeli sıfırdan yazsın. Sıfırdan başlayanlar bəs onda necə başlasınlar? Süni Deyirəm, sual belə verim. Sıfırdan başlayanlar ML AI data science-ə necə başlasınlar? Necə bax? Birbaşa onsuz da AI ML data science-a başlamaq deyilən bir şey yoxdur. ML AI data science bunun 80% proqramlaşdırmanın tətbiqi riyaziyyatdır. Birinci proqramlaşdırmayı öyrənsinlər. Alqoritmlərlə məşğul olsunlar, data strukturalarla məşğul olsunlar. Funksional proqramlaşdırmaya gəlsinlər. OOP o qədər də lazım olmaya bilər başlanğıcda, amma mütləq olaraq ki, proqraming skilllərini artırsınlar. Nəyə görə birinci riyaziyyat yox, birinci proqraming? Çünki proqramingdə həqiqətən də kritik düşüncə, sıfırdan yaratmaq, modelləşdirmək, səhv düzgün proqres edib öyrənmək və proqramlaşdırma biləndən sonra riyaziyyatın dəyərini həqiqətən də daha yaxşı başa düşəcək insan. Amma bir şey var ki, deyəcək, məsələn, bilirəm ki, indi çox yerdə də var ki, proqramingə fikir vermirlər. Deyir, riyaziyyatdan başda, görmüşsən, riyaziyyat qutarandan sonra da Python-dan artıq sən proqramlaşdırma gedəcəksən də, artıq orada öyrənəcəksən. Yəni, daha qısa yolla. Demirəm səhvdir, amma çox qeyri-optimal bir yanaşmadır bu. O dərəcədə ki, yəni, insan birincisi proqramlaşdırma sınamamış, sən ona riyaziyyatı versən, ya da məktəb, universitet travmaları qayıdacaq insana. Bu bir. İkincisi, proqramlaşdırma bacarmayan insan riyaziyyatı öyrənməyə də düzgün yanaşa bilmir burada. Bu ikinci gördüyüm problemlərdən biridir. Üçüncü, bu insan ümumiyyətlə bu əl işinin nəticəsini görməlidir. Mən riyaziyyatı birbaşa öyrənməyə başlayanda əl işimin nəticəsini görmürəm. Mən ancaq ruşka vərəq görürəm. Mən ona dəyər verə bilmirəm. Amma mən proqramlaşdırmayı öyrənəndə, mən onu tətbiq eləyəndə, mən nəticələr görəndə. Environment yaradırsan. Hə, burada özüm üçün dünya yanaşma fərqlidir Rüstəm. Sən deyirsən ki, bir şey öyrənirsənsə, ya bunu tam öyrən, ya da öyrənmə, düzdür? Məsələn, adam gəlib ki, okey, sən din variantda getsə, təxmini bir adamın data science mütəxəssisi olmağına bir 14 ay vaxt lazımdır. Minimum 14 ay. Minimum 14 ay vaxt lazımdır. Amma adam deyir, niyə də mənə gəlib elə 6-7 aya yüngülvari riyaziyyat, orada yüngülvari Python və 6-7 ay mən bunu öyrənirəm də. Gör nə qədər qısaltdı vaxtını, 2 dəfə. Gəlin belə bir şey deyim. İnsanlar bu sektoru öyrənmək üçün gedir doktorantura oxuyur xaricdə. Məsələ var. Sən əgər doğrudan da bir data scientist kimi illik 100-150 min qazanmaq istəyirsənsə, sən 1 il 4 ay nədir? 3 il də verməlisən. İndi Bakıda maaşlar yoxdur, bilmirəm də Bakıda nə qədər maaş alırlar amma. Yox, sadəcə o Rüstəmin, yəni tədrisi, Rüstəmin dediyi söhbət səni ora aparacaq. Yox, mən məsələ bir səndən gedir. Mən sadəcə oturmuşam. Bir izləyici beynində fırlanan sualları mən də onun kimi cavab verəcəm. Müşahidə edirəm ki, deyirəm mən də belə olsam belə düşünərdim ki, niyə də 14 ay? Bəlkə elə mən buradan proqramingi Python-dan yola verim getsin. Mən olsam belə deyim. Mən oturub düşünərdim ki, bütün dünya bunun üstündə bir-birinə dəyib. İndi mən gəldim, indi 6-7 aya bunu öyrəndim. Yəni o rəsmədir. Elə bütün dünya da verir də bunu müəllim. Böyle bütün dünyadan baxıram da. Yəni dünyanın verdiyi təcrübə var da elə. Hansı təcrübə? O var da yəni. Yoxdur. Azərbaycan təcrübəsi ayrı. Yox, yox. Azərbaycan təcrübəsi həqiqətən. Yox, səncə biz özümüzdən biz o qədər şey deyilik ki də, özümüzdən isə çıxaraq. Biz hardansa kopyalayırıq. Haransa götürüb kopyalayıb gətirib bura. Yəni 3 aylıq bootcamp bizdə var. Bir də 3 aylıq bootcamp da var da data science. Hələ 8 ay mən qoyuram qırağa. Amma xaricdə 3 aylıq bootcamp professional üçün. Professionallar üçün. İndi ona gələcəyik. Hələ ona o suala gələcək. Yəni sən burdan кейslər çoxdur burada. Yəni hallar çoxdur ki, hansı hallar ola bilər. Və belə deməyim. Mən ümumiyyətlə AI qoyuram kənara. Sən dediyin o təkliflər 3 ay, 6 ay, nə bilim bootcamp, ancaq Python, nə bilim nə.
belə deyim də, bu bilsən nəyə oxşuyur? Mənim də sevdiyim bahalı maşın var. Çox bahalı maşın. Mən o maşını əldə etmək istəyirəm. Sən də mənə deyirsən ki, Rüstəm, o maşını əldə etmək üçün sən belə bir yollardan keçməlisən. Sən sərbəst olmalısan, qazanmalısan, öz prestijin olmalıdır və s. Bu da hansı ki, əziyyət yoxdur, maraq, proqres və təkamül tələb edir, düzdürmü? Bir də var ki, sən mənə deyirsən ki, yalandan da, Rüstəm, gəl 6 ay, 3 ay burada fırlan, o maşın sənin olacaq. Və söhbət də onda ki, 6 ay, 3 ay Python zat söhbətlərinə inanan insanlar sonda heç vaxt o sənayeyə giriş eləyə bilməyəcəklər. Nətər ki, o maşını mən əldə eləyə bilən deyiləm, real təkamülüm olmadan. Burada məntiqli yanaşan tələbələr var, məntiqsiz yanaşan, aldanmaq istəyən tələbələr var. Məntiqli yanaşan tələbələr başa düşür ki, ola birincisi necə başa? Birincisi girib axtarırlar internetdəki bu sahə üzündən nə təşkil edir, bu sahədə nələr var, nə ilə məşğuldur. Axtarsalar xoşbəxtçiliklər Rüstəm. Məsəl üçün axtarmırlar da qardaş. Onlar inanmaq istəyirlər. Bu gün axtaran olsaydı 2 ildir biz boğazımızı yırtırıq. Cəmaət axtarır, tapardı, cəmaət öyrənərdi. Yenə də hələ də zəng bizəldilər ki, tekstdə öyrətmirsiniz, tez bazar olsun. Yəni bu özümüzdən danışmır ki biz bunu. Mən zəng ilə müştəridən danışıram da. Adam zəng edir ki, desən ki, fundamental lazım, sonra bu. Adam da yox deyir, mənə uzundur. Data Science-in özünü bax deyim də, Data Science aslandan artıq bizim nə qədər zəng edir də bizə. Bizə nə deyirlər? Uzundur. Mən programming istəmirəm. Elə mən Redhatdan başlasam olar. Mən başa sala bilmirəm ki buna. Bizim qrupda ya fundamental bitirən tələbələrimizdir, ya da developerlərdir. Ya da peşəkar. Sən burada nə edəcəksən onların içində? Adam vaxta baxır. Deyir mən 14 ay uzundur. Gedin bir ay Python kursuna. Var ya. Hə, 3 aylıq var, 3 aylıq. diplomunuzu. 3 aylıq var məsələn burada nə dinir? 3 aylıq bootcamp. O vaxt sevildi gəlmişdi də bizə. 3 aylıq bootcampdan gəlmişdi. Heç də öyrənməmişdi adam. 3 aylıq bootcamp, lap məsələn atıram sənə. Hər günlərim dərs keçir. Qardaş, sən götürümün nə qədərdir ki? Məsələn, sən 14 ay proqramı bu gəl 3 ay bölək, deyə bootcamp edirəm, sürətli keçirəm. Tələbə nə qədər öyrənəcək? Heç nə öyrənməyəcək orada. Öyrənə bilməyəcək. Sən elə basıb gedəcəksən, tələbə də sənin arxanca şey eləyəcək. Qaça-qaça gələcək. Müəllim, mən boşa deyirsən, bootcampda nə olmalıdır? Və biz yenə də burada zamana baxırıq. Zaman hansı qısadır, hansı rahatdır, hansı rahat görsənir, çətin deyil, biz ona gedirik. Yəni biz qısa gedək burada. Mən öz tövsiyəmi deyim. O tələbələr ki, inanmaq istəyir, sertifikat almaq istəyir, getsinlər 1 aylıq, 1 həftəlik də Python bootcampları taparlar. Getsinlər sertifikat alsınlar, amma heç vaxt mühəndis olan deyirlər. Bir dənə onu yadda saxlasınlar. Heç bir nəticəsi də olan, heç anlayışı belə olan deyirlər, yəni də o sektordan. Yəni nəticə almaq üçün fikirləşməsinlər onu. Nəticə almaq üçün fikirləşən bu bilir ki, bu elmdir, bu mühəndislikdir, bu texnologiya, bu sənayədir. Mənə bir sənə çatmır. Biz niyə fundamental hər şeydən qaçırıq? Bax, istər təhsil olsun. İstər liboy sektor, istənilən sektor qoy ortalığa, heç nə fundamental getmir bizdə. Qardaş, mən bir ara fermaya baxırdım. Azərbaycanda bir ferma tapanmadım. Türklərə baxdım, Ukraynaya baxdım, Qazaxlara baxıram. Bizdə normal standarta cavab verən ferma tapa bilmədim mən. Bu özümüzü tanıyandan biz heyvan saxlayırıq da. Yəni insan peşəli əkinçilik, heyvandarlıq olub da. Bu texnologiya deyil ki, yeni inkişaf edibdir. Bu min illərdir bu var da. Bizim niyə hələ də fərli başdır? Bir fermamız yoxdur, bizim bir strukturumuz yoxdur. Gəlirəm təhsilə. Eyni şeydə təhsildədir. Fundamental yoxdur, ancaq qısa getmək. Sonra deyirlər ki, biz aqressiv danışırsınız. Biz aqressiv deyilik, biz emosional danışırıq. Bu aqressiya deyil. Siz emosional şəkildə düzə baxmaq istəmirsinizsə, o sizin öz probleminizdir. O sənin problemindir ki, sən məni aqressiv görürsən. Mən sənə həqiqəti emosional şeyə çatdırmaq istəyirəm. Çünki sən başqa cür bunu çatdıra bilmirəm. Bizim başqa cür ürək yanğımızı sizə ötürə bilmirik onu. Mümkün deyil. Gedirsən AI-da deyir ki, riyaziyyatı kəs oradan, biraz oradan fundamental 2-3 ay Python elə. Tələbə özü məcbur edir ki, kurs onu pis öyrətsin. Necə ki, pul verib imtahan yazdırırsan, eyni beyindir. Deyir, müəllim, 8 ay yox, onu 4 ay elə qısab gedim. Shortcut elə mənə onu. Qabağı düşün. Abi beyin budur da. Və burada da məsələ odur ki, bu da kurslar üçün əl vermir, əl verir. Əsl cahil beyni. Verir. Və məsələ burada odur ki,
Biz fundamentalı qoyuruq qırağa. Son nöqtə nədir? Biz həmişə son nöqtəni öyrədirik. Fundamental qalıb qırada biz həmişə Java testə öyrədirik. Fundamental qalıb qırada biz gedirik C# öyrədirik. HTML isə JavaScript öyrədirik. Fundamental Hamısı gəldi gedər şeylərdir. axırını öyrədirsən. Bulağın axırı maraqlı, heç də bulağın başı maraqlı deyil. Bir dənə söz var, deyir təklifin nədir? Adamla 1 saat söhbət edirsən, tələbədən getmir söhbət. Biznes adamıdır. Yəni özü gəlir sual verir. Deyir ki, mən bunu necə edim? Başa salsan ki, bax burada budur. Axırda qayıb belə edir. Deyir təklifin nədir? Elə bil ki, mən 1 saatdır bundan başqa şeydən danışırdım da. Yəni tutmadı da bu insan. Bir də mən istəmişəm kommentlərdə bəzən məsələ təkcə bizim videolardan getmir. Bəzi adamlar var ki, həmişə qrammatik səhvlərə, bir də söhbət biraz tez gedəndə deyirlər ki, məsələn, o onun sözünü niyə kəsdi? Bu bunun niyə sözü? Beyin sürəti azdır deyə bir balaca. O elə bilir ki, o onun sözünü kəsdi. Əslində amma normal söhbət gedir. Əslində normal söhbət gedir, sadəcə dərk etmələri zəifdir və o da mənə elə gəlir ki, yavaşdır. eyni işdə çox işləməkdən, repetitiv taskları çox eləməkdən qaynaqlanan bir şeydir. Çünki mən bir beyin qıvraqlığı Bir də itir. ikinci məsələ var Beyin da. qıvraqlığı itir. Bir də ikinci məsələ hər kəsin öz podkast aparma stili var, danışma stili var. Biz sənə görürük. Biz məsələn baxırıq ki, filan bir podkastda adam danışır. Biz robot kimi danışamırıq. Yəni üzrü sayın. Bizdə yoxdur. Rüstəm danışıb qutarsın, nöqtəsini qoysun, sonra Emil danışır. Bizdə elə şey yoxdur. Biz necə adi həyata danışırıq, podkastda o tərzdə danışırıq. Biz real danışırıq ona görə. Elə çox vaxtda deyirlər ki, sizin savadınız bu qədərdir. Siz elə görünür nə danışırsınız. Yəni necə istəyirsiniz elə də ölçün də. Savad sizin üçün necə ölçülürsə, sizin üçün savad ədəbi dildə danışmaqdan gedirsə, biz ədəbi dildə danışa bilmirik. Biz bacara bilmirik bunu. Mənim üçün bu çox süni gəlir. Mən belə danışa bilmirəm. Çünki mən evdə belə danışmıram. Mən belə danışsam mənə deyəcək, Emil, sən havalanmısanmı? Nə baş verdi səninlə? Yəni özümüz kimi olmaq istəyirik və bilirəm ki, insanlar da bizə elə özümüz kimi sevir. Elə qəbul edirlər. Belə deyim də, biz kitab oxuyub mental masturbasiya ilə məşğul olan komanda deyilik. 100%. Və ikinci məsələ burada nədir, müəllim? Mövzudan aralanmayaq, nəysə. Burada bir dənə keçən və çox babat bir dənə söhbət eşitdim. Deyir, texnologiya inkişaf edir. AI inkişaf edirsə, riyaziyyata ehtiyac yoxdur. Yəni texnologiya inkişaf etdikcə riyaziyyata ehtiyac Bəli, yoxdur. artıq hər şey avtomatlaşır. O kim deyibsə bilmirəm. Mən maraqlıdır deyə statusu, vəzifəsi o insanın. Çox səhv deyib və çox primitiv bir şey deyib vəzifəsinə görə. Belə deyim, texnologiya o gül toxumu kimi deyil ki, torpağı qoydun öz-özünə bitir, heç bilmirsən nətər bitir, heç bilmirsən mikromolekulyar səviyyədə orada nə baş verir. Bu bir. İkincisi, texnologiya inkişaf elədikcə, yəni avtomatlaşdırmaq üçün onsuz da inkişaf və texnologiya inkişaf elədikcə daha çox riyazi inkişafa, fizikaya, hər bir elmin sektorunun inkişafına daha çox ehtiyac olur. Daha çox belə deyim, qısası riyaziyyatçılara ehtiyac olur. Bu bir. İkincisi, belə bir nümunə deyim. Sən əvvəl mexanika sürürdün, düzdürmü? Avtomat korobka yox idi o vaxtda. Daha çox məntiq istifadə edirdin də bunu nə vaxt arxaya çəkim. Sonra avtomat korobka gəldi, daha onu düşünmədən edirsən. Hə, o məntiqə, o riyaziyyata artıq, o primitiv riyaziyyata ehtiyac yoxdur. Amma avtomat korobkasının gəlməsi üçün, inkişafı üçün, dəstəklənməsi üçün daha çox mühəndisə və riyaziyyata ehtiyacı var. Əgər sən qərara gəlməlisən, sən istifadəçi tərəfindəsənsə, xüsusi riyaziyyata ehtiyac yoxdur. Sən yaradıcı tərəfindəsənsə, daha böyük riyaziyyata ehtiyac var. Mühəndislik tərəfindəsənsə, mütləq şəkildə. Yəni mühəndislikdir, elmdir, bunlar hamısı onsuz da riyaziyyatdır da, riyaziyyatın tətbiqidir. Demək istəyirəm, ümumiyyətlə bu 1000 illərdir proses necə gedir? Məsələn, bir dənə riyaziyyatçıdır, ya da riyaziyyatçı deyil bir elmə marağı olan insandır. Oturur dəftər vərəqdə nəsə cızma qara idi, düzdürmü? Birinci konsept yaradır. Böyük bir perspektivdə. Daha sonra o arxasınca gedir, daha sonra onu gəlir müəyyən bir formaya düşür. Daha sonra gəlir sənayeyə, daha sonra gəlir mühəndislərin əlinə, daha sonra gəlir istifadəçilərin əlinə. Bəli. Bu onsuz qaynağı həmişə bu dəftər qələmdir. Bəli. Görüşürsən. Elm İndi o adam da mühəndisliyi. deyir ki, mən iqruşka düzəltmişəm. İqruşka məni idarə edəcək də. Buna oxşur. Amma son günlər bu ki biz data sektoruna çox girməmişdik də. Amma son günlərdə bir araşdırma aparırıq. Çox təəssüf edici hal oldu ki, ölkədə
data scientist deyə biləcəyimiz adamlar çox azdır. Yəni demək olar ki, yox dərəcəsindədir. Çox azdır. Və ya da potensialı olanlar Ya da belə bilmirəm, hə, yəni nəsə hər hansı bir proyektdə özlərini göstərmək üçün belə deyim də o münbit şərait yaranmalıdır hələ. Birinci tələbat artmalıdır. Tələbat artanda da belə orada problemlər çox olacaq. Çünki tətbiqi riyaziyyatı bilmədən peşəkar proqramçı ola bilirsən, dərindən bilmədən. Amma tətbiqi riyaziyyatı bilmədən həqiqətən də AI injiner ola bilmirsən. Və söhbət də ondadır ki, proqramlaşdırma öz təcrübəmdən deyirəm. Həqiqi software injiner olmaq dəfələrcə çətindir, nəinki tətbiqi riyaziyyatı qavramaqdan. və yaxşı düşünsən, bu software injinerlərin son vaxtlar hamısını çıxıb AI ekspert kimi danışmağa necə baxırsan? Özlərini reklam edirlər, AI ekspert ola bilməzlər. Sən ümumiyyətlə tətbiqi riyaziyyatçı deyilsənsə, sən AI ekspert ola bilmərsən, mümkün Bazar deyil. o vəziyyətdədirmi ki, software injiner onda AI mütəxəssis kimi göstərilir. Belə deyim də, hörmətli software injinerlər, əsl işin görənlər ümumiyyətlə özünü hələ təqdim eləmir və özün təqdim edənlər də onlar digər səhv eləmirəm kursların software injiniringdən deyənəcən dərs deyib, indi yeni trend gəlir deyənə baxmadan müştərilər onun AI deyilən bir kursu da tələb edirlər deyənə və o software injiner bir gündə 1 saata olur AI ekspert injiner. Düzdürmü? Reallıqda onu deyən software injiner heç software injinerinqi də bacarmır. Ona əminəm. Bir nəfər yaxın metoda deyir ki, bəs biz yəni kodlaşdırma sahəsini aşağılayırıq da. Orada belə bir söhbət Bu elədirmi? Həmin insan mənə yaxınlaşanda deyir, bəzi çox şeylə razıyam, bəzi şeylərlə razı deyiləm. Dedim mən fikirlərə açığam da, kritikaya açığam. Nə ilə razı deyilsənsə mənə deyinən. Deyir siz sırf proqramlaşdırma deyirsiniz, amma kodinqi aşağılamısınız da. Yəni kodinqə də ehtiyac var axı. Dedim ki, birincisi biz proqramlaşdırmadan danışmamışdan qabaq heç kim bu barədə danışmırdı. Niyə proqramlaşdırmadan danışarlardı? Niyə bu barədə heç kim danışmır? Bu da lazımı olan birinci və axırıncı şey budur. Kodinqə ehtiyac yoxdur. Proqramlaşdırma bilən kodinqi default onsuz da bacarır. Kodinq nədir? Kompüteri kodlaşdırıb fikri izah eləməkdir də. Proqramlaşdırma odur ki, o fikrin inkişaf eləsin. Düzdürmü? Bu bir. İkincisi, siz koder olmaq, koder kimə lazımdır bugünkü dövrdə koder? Harda koder üçün iş var? Belə deyim, Azərbaycan deyir ya, mən nə xoşuma gəlir, bu son 1 il yarımdır ki, mən bütün tələbələrim, nə qədər tələbəm gedib müxtəlif intervyular keçib, hamısından proqramlaşdırma bacarıqları üzrə birbaşa testlər olub. Heç birisindən də kodinqə aid test olmayıb. Qısası belə. Və bugünkü gün LLM sistemindən çıxmağı ChatGPT-nin minlərlə koderi 1 saniyəyə əvəz edir. Əgər biz koder dediyimiz bir şey varsa. Bu iki. Üçüncüsü, nəyə görə kodinqə üstünlük verir kurslar? Məsələn, gələn tələbələrin əksəriyyəti kodinq deyəndə onlar terminləri yaxşı bilmirlər. Onlar əslində proqramçı olmaq istəyirlər. Kodinq adından verirlər, onlar asandır axı peşəkar tutmağı. Bulan sonu. Hə, deyim də, bax sən bir kurs rəhbərisən. Düzdürmü? Bir bootcamp rəhbərisən. Sən peşəkar software mühəndisi gətirərsən, peşəkar proqramçı gətirərsən, sən ona kifayət qədər yaxşı maaş verməlisən. Və üstəlik də onu gətirsən belə, o maaşı versən belə, 50 nəfər gələcək, axırda 10 nəfər qalacaq onu öyrənməyə. Çünki qalan 40 nəfəri qorxub çıxıb gedəcək. Çünki onlar o qədər də ciddi və belə deyim, mahiyyətə yönümlü adamlar deyillər mühəndis olmaq üçün. Bu 3. Dördüncü hansı element var orada? Kodinq elə bir şeydir ki, sən sual verməyə bacar, əzbərçi bir şeydir. Başa düşürsən, rahatdır. Bir şey ki, bootcamplar, digər kurslar fəxrlə görsə, bu bizim tələbə idi, bitirdi, indi burada instruktor işləyir, təlimçi. Bu insan mühəndis kimi formalaşmayıb, sənayədə olmayıb, proyekt görməyib, o kimə nə öyrədə bilər ki? Heç nə, eyni əzbərçilik və nəticədə qaçılmaz olaraq böyük bir sıfır. Amma sən bir dənə müşahidə eləsən, ətrafın ona olan münasibətinə, hər kəs oradan bravo. Bu bir uğurdur. Keyfiyyətsiz kütlə, keyfiyyətsiz insanları həmişə alqışlayacaq. Mən bunu deyə bilərəm. Və açıq keçən podkastda mən qonaq oldum şeydə. O bir sual oldu orada. Dedim ki, deyir ki, ümumiyyətlə dəyər yaratmaq lazımdırmı?
Ümumiyyətlə mən deyirəm ki, bura dəyər yaratmaq lazım deyil. Çünki çox az bir insan var ki, burada o dəyəri anlayırlar. Qalanlar üçün dəyər anlamı yoxdur. Qalanlar üçün pul anlamı var. Nə olur olsun, ucuz olsun. Yəni orada sən 15 yaşında uşaqda gətirib qoysan mentor kimi. O deyəcək ki, pulu ucuzdursa, ora gedirəm. Kursdur da. Yəni sən necədir? Bu proqramik peşədir. İngilis dili dil kursudur. İnsanlar o qədər kurs anlayışını ucuzlaşdırıblar ki, onlar deyir, nə fərqi var? Burada da ingilis dili öyrənirəm, burada da öyrənirəm. Burada da proqramlaşma öyrənirəm, burada da öyrənirəm. Yəni o dəyər anlamı qalmayıbdı. Çox təəssüf olsun ki, bu gün dəyər anlamı yoxdur. Bəli. Ona görə də ölçü düzgün deyil. Meyar biz burada çıxıb 100 dəfə danışaq. Bilirəm yaxşı ekspertlər var. Onlar çıxıblar, töhfələrini danışırlar. Xeyri yoxdur Rüstəm. Bəli, bəli. Çünki bazarda dəyər anlayışı bu gün pula görədir. Kimin pulu ucuzdursa, o da ən dəyərlidir. Ətrafımızda olan bu həqiqətən də əsl software injinerlər var, mühəndislər. Onlar bəzən deyirlər ki, Rüstəm, yəni sən o enerjinə heyfin gəlmir, çıxıb bula hər dəfə danışırsan. Deyirəm, okey, yəni mən kütlənin fikrini dəyişə bilmərəm, kütləni maarifləndirə də bilmərəm. Amma çox şey eləmiş ya sədiyim. Amma biz fərdləri dəyişə bilirik. Çünki vaxtı ki, mənə hələ insana ehtiyacım olub. Yəni mən orada qabaqda potensiallı insana bir dənə düzgün kəlmə bəsdir ki, onun həyatı dəyişsin. Mən o insanlara səslənirəm. Data Science-in riyaziyyat hissəsini danışmışkən Rüstəm, bir dənə sual oldu yəni ki, riyaziyyat dedikdə, əsl riyaziyyat tam nəyə nəzərdə tutursan sən? Əsl riyaziyyat nə deyil? Məktəbdə və universitetdə Nə deyil yoxsa nədir? Nə deyil? Birinci onu izah edeyim, sonra nədir onu izah edəcəm. Əsl riyaziyyat nə deyil? İmtahana hazırlaşıb yuxarı bal yığmaq riyaziyyatdan bu əsl riyaziyyat deyil. Çünki əzbərlənmiş qanun-ardıcılıqlar öyrənsən, eyni şeyləri istifadə edib gedib imtahanda da keçirsən. Məktəb, universitet riyaziyyatı 99% halda əzbərlənmiş riyaziyyatdır. Bu riyaziyyat deyil. Əsl riyaziyyat nədir? Məsələn, belə deyim, tutaq ki, mən gitarada və yaxud digər musiqi alətində ifa eləmək istəyirəm. Pianino, belə deyim. Mən notları əzbərlədim, düzdürmü? Mən bir musiqi var, bəyənirəm, mən onun notlarını əzbərlədim və onu ifa edirəm də. Amma mən onu hiss eləmirəm, mən notları nəsə başa düşmürəm. Mən onu sadəcə GPT kimi qanun-ardıcılıqla eləyirəm, ifa edirəm, düzdürmü? Bizim cəmaət riyaziyyat dedikdə bu nəzərdə tutulur. Bu isə əsl riyaziyyat deyil. Nəyə görə əsl riyaziyyat deyil? Çünki bu riyaziyyatla sən həyatda heç bir uğur qazana bilmərsən, heç vaxt heç bir sahədə ki, mühəndis ola bilmərsən və elm sektorundan da heç baş çıxarda bilmərsən. Mən tutaq ki, sən deyirsən ki, okey də mən əzbər öyrənsəm də bu mahnını ifa eləyə bilərəm də, düzdürmü? Okey, mən sənə desəm ki, yaxşı, bəs biraz canlı ifa elə eyni mahnını bacaracaqsanmı? Notları əzbər bilməklə. Yox. Sən onu hiss eləmirsən, sən onu başa düşmürsən. Düzdürmü? Real sənayeyə gələndə isə proqramlaşdırma olsun, digər sən orada əgər bir iş çözülübsə sənin əzbərçiliyinlə, nəyə görə o proyektdə yeni insana ehtiyac var ki, eyni şeyi kopyalayıb qoyarlar ora işləyər də. Əgər çözülmüş məsələdirsə bu. Düzdürmü? Məsələn, deyə bilərlər ki, bu formulanı vaxtıkən Newton yaradıb da, bunu niyə sıfırdan özüm çıxarışını öyrənim ki? Sən sıfırdan onun çıxarışını ona görə öyrənmirsən ki, eyni şeyi kəşf eləyəsən. Sən onu öyrənirsən ki, riyazi məntiq qazanasan və yeni şeyləri özün edə biləsən sıfırdan. Məsələn, proqramlaşdırmaqla məşğul olanlar mənə çox gözəl başa düşərlər. Məsələn, siz necə proqram məntiqi hissəsini, konseptual hissəsini beyninizdə yaradıb, hər şey sərbəst özünüz qurub kompüterə başa salırsınız, səhvlərlə, debugginglə düzəldib, ideallaşdırırsınız, təkamülə salırsınız. Riyaziyyat da, real riyaziyyat da odur. Sıfırdan başa düşmək, formulalar niyə işləyir, bu qanunlar niyədir, özünə təsdiq edib isbat eləməyə bacarığı, formulaları yadda saxlamamaq, lazım olanda sıfırdan özünü çıxartmaq bacarığı, modelləşdirmək, öz riyaziyyatını özünə uyğun yaratmaq, modifikasiya eləmək. Əsl riyaziyyat budur. Əsl proqramlaşdırma nədirsə, əsl riyaziyyat da odur. Əsl pianinoda ifa eləmək nədirsə, həqiqətən hər şeyi başa düşərək, əsl riyaziyyat da odur. Hə, bu günlərim əslində o həmişə deyirlər Rüstəm müəllim qoymursuz danışmağa. Həmin adamların sevdiyi podkast olacaq. Rüstəm müəllim
daha çox danışıb, daha çox fikirlərini bildirib və biz ona bu şəraiti yaratmışıq. Ona görə də sənə mənə təşəkkür düşür. İstəyirəm podkastımızı da re minor do majorda artıq bitirək. Çox da neqativə getməyək, pozitiv qalaq və insanların istədiyi kimi artıq bədii dildə bitirmək istəyərdim bu poeziya axşamı kimi. Həqiqi, yəni düşünürəm ki, çox suala cavab verdik. Çox qaranlıq məsələlərə toxunduq. İndi kim necə başa düşdü, orası bizlik deyil. Biz mesajımızı verdik. Mesajı alan artıq onu necəsə qəbul edibdi. Orasında da biz qarışa bilmərik. Hərə bir cür düşünür, hərə bir düşünmə tərzi var, hərə bir cür həyata baxışı var. Düşünürəm ki, bizdən bu qədər.